Herkese salam, mən yenidən gəldim və sizinlə yenə də yeni il ab-havalı salat bölüşmək istəyirəm. Həm salat, həm də onun təqdimatı üçün xüsusi hazırlaşmışam və gəlin hazırlayaq. Əvvəlcə 5 kartof, 5 yer kökü, 5 yumurtanı qoyuram bişməyə. Sonra yuxalardan, yəni lavaşlardan xırda-xırda hissələr kəsirəm. Əvvəlcə balaca yumru hissələr kəsirəm, sonra keçirəm bir qədər iri, ondan sonra da bir dənə də böyük kəsirəm. Bunları nə edəcəm? Xüsusi təqdimat üçün yeməli dekor qablar hazırlayacağam. Və keks qəlibində bu cür yağlayıram lavaşları, kəsdiyim hissələri və yerləşdirirəm yuvaya. Stəkanla üstündən basıram ki, formanı alsın. Və bir də keks qabları ayrı-ayrı olan. Onlarda da yenə bir qədər böyük ölçüdə yumru kəsirəm yuxaları və yağlayıb stəkanla yenə də forma verirəm və sobada deməli qızardıram. Və bir də böyük bir ölçü hazırlayıram daha əsas qab üçün. Gördüyünüz kimi artıq kiçik hissələr hazırdır. Beləcə bir tava götürürəm ki, sobaya qoya biləcəyimiz bir qazan və ya kiçik tava. Yağlayıram yaxşı-yaxşı duru yağla. Bir ədəd lavaşı da üzərinə yerləşdirirəm və elə yerləşdirirəm ki, çox gözəl bir şəkildə forma alsın. Üzərində yenidən yağla hər tərəfini yağlayıram və qoyuram sobada 200 dərəcədə. Siz 180 dərəcədə də elə bilərsiniz. Bir balaca ötdü məndə, amma baxdım ki, yox, bu da qəşəngdir. Amma siz bu cür tünd istəmirsinizsə, daha tez götürün. Və hazırladığım tərəvəzləri deməli soyuducuda saxladım. Belə eləyəndə çox gözəl bir şəkildə doğranır tərəvəzlər. Bir gün əvvəldən hazırlasanız daha yaxşı olar. Kartofları gördüyünüz kimi mənim balaca bir alətim var. Onun vasitəsilə deməli doğrayıram. Gördüyünüz bu qaydada. Deməli kartofları doğradım, yer kökləri doğradım, yumurtaları yenə eyni qaydada doğradım. Bir-birinin üzərinə əlavə etdim. Onu qeyd edim ki, içlik istənilən salatdan hazırlaya bilərsiniz. Yəni bu qablar bu cür dekor üçün mən olivye salatı hazırladım. Məhz bu olivye salatıdır. Kolbasadan istifadə edirik burada və gördüyünüz kimi 200 qram yaşıl qaroqdan istifadə edirəm. Bir dəstə şüyüdü xırda-xırda doğrayıb əlavə edirəm və 8-10 ədəd, hətta zövqə görə artırmaq olar, duzlu xiyar. Bu cür əvvəlcə salfetlə suyunu sıxmışam. Sonra əlimdə doğrayıram ki, suyu axmasın və bu cür quru-quru qarışdırıram. Duz, istiotunu əlavə edirəm və yaxşıca qarışdırıram. Əvvəlcə duz və istiotunu əlavə etdikdən sonra quru-quru qarışdırmaqda fayda var. Sonra üzərinə mayonez və ya xama əlavə edə bilərsiniz və ya fərqi yoxdur. Bu cür hazırladıq və keçirik artıq dekora. Kah istifadə edirəm, rəng gözəl, yaşıl rəng gözəl görünür və hazırladığım qabı həmin demək kah üzərinə yerləşdirirəm. İçərisinə bir qədər salatdan əlavə edirəm. Belə bir